Sonradan bilmişəm ki, müəllimdir. Üzərinə Srafilov yazılmışdı. Qucağımdaydı. Mən sahib pamıqla su verdik. Mümkün olmadı. Salam əskərəmli. Mən bilirəm sən nə çəkirsən. Mən o məktubu axırına oxuyanda bir də özümə baxdım ki, özüm gözlərimdən su gedir. 2020-ci il 8 noyabr. Azərbaycan tarixinə zəfər günü kimi qızıl hərflərlə yazılmışdır. Bu əlamətlər tarixin 5-ci il dönümü ərəfəsində Azərbaycan ordusunun sıralarında şərəflə döyüşmüş Vətən müharibəsi qaziləri Ramin Şirinov və Kənan Quliyev First News'ın qonağıdırlar. Ramin bəy, Kənan bəy, xoş gəlmisiniz. Hansı ərazilərimizin azad olunmasında iştirak etmisiniz? Bizim üçün ərazilərin həmən gündən başlayandan sona kimi bütün ərazilərdə olmuş olmağına, amma Qubadda da, Füzulidə, Şuşanın azad olması uğrunda gedən döyüşlərdə iştirak etmiş. Mən Xocavənd Füzuli istiqamətində döyüşlərdə iştirak eləmişəm. Bəs dostlarınız arasında şəhid olanlar oldu mu? Müharibədə Ohaniyyə səddindən o tərəfə keçən hər bir döyüşçü mənim dostlarım yox, qardaşlarım idi. Hər bir şəhid mənim qardaşım idi. Orada fərq etmir, asılı olmayaraq adından. Biz heç bir-birimizin adını belə bilmirdik. Hər kəsin üzərində bir isimlik var idi, familiyası. Amma vəhdətimiz, birliyimiz o qədər güclü idi ki, o qədər biz bir-birimizi tamamlayırdıq ki, millətimizin, xalqımızın sayəsində, dövlət başçımızın sayəsində bir dəmir yumruq ilə olmuşdu ki, döyüşdə çiyin-çiyinə vuruluşan bir oğul qardaşdan artıq, doğma qardaşdan artıq biz bir-birimiz. Bu gün də biz o missiyamızı 5 ildə davam elətdirdik. Ən sonuncu şəhid mənim qucağımda Şuşada olur. Mən də Ramin müəllimin sözünə qüvvət vereyim. Bilirsiniz necədir? Yəni müharibə şəhidsiz olmur. Bəli, mən uzun müddət xidmət eləmişəm, peşəkar hərbi qulluqçu olmuşam. Yəni bugünkü gündə də mən şəhərdə, istər rayonlarda gəzəndə mənim bir yerdə xidmət elədiyim, çörək kəsdiyim oğlanların yəni şəkillərini, lövhələrini görürəm. Yəni bəli, şəhidlərimiz çox olubdur. Bizim tanıdıqlarımızdan Allah məkanlarını cənnət eləsin. Mənim də qucağımda mənim əsgərim olubdur. Şəhid Gəncədən olubdur, Məmmədov Altun. Yəni bunlar hamısı ağır şeylərdir biraz. Həm qürurluyuq, həm kədərliyik. Qürurluyuq ona görə ki, yəni bizim illərdir düşmən tapdağında qalan torpaqlarımızı və illərdir şəhid yolu gözləyən analarımızın gözləri yoldan çəkildi və torpaqları işğaldan azad elədik. Kədərliyik ona görə ki, illərlə səngərdə çörək yediyimiz, çörək kəsdiyimiz oğlanları itirdik. Biz o insanlarıq ki, çox getdik, az qayıtdıq. Biz o insanlarıq ki, getdik, elə insanlar var ki, oğul gözləyirdi, elə insanlar var, qardaş gözləyirdi, elə insanlar var, ata gözləyirdi, elə insanlar var, həyat yoldaş gözləyirdi, amma onlar qayıtmadı. Onların qayıtmamağı bütün Azərbaycanı birləşdirdi. Ən böyük qüruru buydu. Onların qayıtmamağı bizim Azərbaycanın xoşbəxtliyini yaratdı, Azərbaycanın bütövlüyünü yaratdı. Bu bizim ən böyük qürur yerimizdir. Amma onlar qayıtmadı. Məsələ budur. Bəs müharibə yaddaşınızda hansı izləri qoydu? Müharibə yaddaşımızda birinci gündən sonuncu günə kimi, ta bu günə kimi. Müharibədən heç kim sağ qayıtmır. Müharibədən sağ qayıtmaq mümkün deyil. Müharibədə biri var ki, istismən şəhid olanlarımız uzaqlı məqama, amma geri dönənlər hər gün ölür. Çünki oradakı mənzərəni, oradakı saniyəni, bir dəqiqəni düşündüyündə, hər bir günün yox, bir dəqiqəni düşündüyündə heç bir insan geri sağ qayıtmır. Məqamları uzadı. Onlar dünyanın elə bir yerdədirlər ki, onlara o titulu Allah verir. Ona heç kim vermir. Amma biz geri qayıtdıq, hər zaman onları xatırlayanda. Valideynləri onları yad edir, dəfn edir, yad edir. Hər zaman onun yasını saxlayır, hər zaman xatirəsini. Amma biz onları, o qayıdan döyüşçüləri, ümumi Azərbaycan ordusunun döyüşçüləri gözlərinin önündə nə qədər şəhid olub. Bunu yaddan çıxarılası bir mövzu deyil. Onu yaddan çıxardan ümumi Azərbaycan şəhidini yaddan çıxardan mənim üçün Azərbaycanlı deyil. Müharibə, belə deyək də, gündüz məsəl üçün çıxırsan, şəhərdə olursan, insanlar arasında, cəmiyyət arasında olursan, istər-istəməz
Yəni bir o qədər belə deyim də sənə pis təsir eləmir də müəyyən şey. Amma insan təklikdə qalanda artıq belə deyim də hər gün, hər gecə təklikdə qalanda həmin o anları, həmin o stresi, həmin o müharibə şəraitini yaşayırsan. Yəni o hər gün demək olar ki, elə bir gün yoxdur ki, o bizim yadımızdan çıxmasın. Yemək yeyəndə, su içəndə, yəni mümkün deyil. Yəni nə qədər ki canımızda can var, nə qədər ki ağlımız yerindədir, belə deyim də, yəni o mümkün deyil ki, biz o müharibəni yaddan çıxardaq və yaxud orada nə isə biz belə deyim də özümüzü rahat hiss edirik. Yəni o qeyri-mümkün olası bir şeydir. Hər gün biz onu təkrar demək olar yaşayan bir insanlarıq. Ramin bəy, hansı döyüşdə yaralanmısınız? Ən sonuncu gündə, müharibənin sonuncu gün 9-undan 10-na keçən gecə biz Şuşi sözü yazılırdı. O vaxtlar mənfur düşmanımız Şuşi sözü yazdırmışdılar. Onun üzərində bizə tapşırıq verilmişdi. Biz ayın 6-sından artıq bizim tanklar, bizim Azərbaycan ordusunun 5 tankı artıq orada daxil olmuşdu. Yəni bu ora getmək belə bir möcüzə idi. Çünki tankla Şuşaya getmək ya Tophaneyə getmək, Daşaltıya düşmək biraz bir möcüzə idi. Sadəcə möcüzəndə də birinci Azərbaycan əskəri idi. İkincisi əsas başımız üstündən Allah idi ki, o bizə yol açırdı. Çünki o yolları biz yenidən düşünəndə ki, biz oraya necə getmişik, heç kimin ağlına gələ bilməz. Bugün sağ olsun prezidentimiz Allah o dövlətin başının üstünə əziyyət etməsin ki, o yolları zəfər yol etdi və böyük bir yol etdi. Amma zamanında o yollar bir cığır idi. O cığırlarla biz qalxdıq tanklarla ora. Orada verilən tapşırıq da bu idi ki, 2 tankımızı xüsusi təyinatlarda tabur komandiri vardı, Zaur Hüseynov, Vətən müharibəsi qəhrəmanıdır hal-hazırda. O öz qəhrəmanı o idi. Bax, qəhrəmanlar elə olur ki, o insan bizim tankları özü ikisini içəri saldı, Şuşanın içinə. Və tapşırıq da verildi ki, 3 tank da qalacaq orada, Xankəndindən qalxan yolu qoruyacaq Şuşa sözünün qarşısında. Bir tankımız da keçmişdi Laçın koridoruna, Tərlan, Poladov, bir də Sayev Samir. Onlar orada olduğu zaman çox böyük bir erməni pususuna maruz qalmışdılar. Tərlan yandı, amma şükür bugün Vətən müharibəsi qazisidir. Yaxşıdır. Poladov Elsəvər hal-hazırda hərbi xidmətdədir. Sayev Samir də qazidir, təxris olubdur. Bizdən qalmışdı Əliyev Sahib, Qafurov Fariz, bir də mən, biz başqa bir ensaylı hərbi hissənin bir tankı, Ceyhun, uşaqların çoxunun adı yadıma çıxıb, Mərdan, bunlar bizdən barabar Xankəndidən qalxan qüvvənin qarşısını almaq üçün dayanmışdı. Allah qismət elədi ki, bunu biz layiqincə, yəni orada durduq. Orada yanımızda olduğumuz zamanda bizim Naxçıvan xüsusi təyinatlıların iştirakçıları oradaydı. Polkovnik Rəşad Aslanov və onun öz qrupu. Orada 6-cı korpusun bir taburu var idi. Polkovnik, leytenant, hamısını o 5 illər keçib hamısı o yanımızda yaralandı. Biz öz yarasını bağlatdı. Elvar Cəfərov, polkovnik leytenant. İnsan yaralanır, qolunu bağlatdırır və mənə deyir ki, mənim orada yolda şəhidlərim var, yolda uşaqlar mərmi də düşdü, yaralanır, onlar getmək lazımdır. Və özü dərhal o aşağı düşəndə bir meşə var, Xankəndi yolu. Özü orada öz taburu ilə, öz bölüyü ilə getdi, gəldi. Orada da şiddətlə qarşılaşdılar, pusuya düşmüşdülər. Orada bizim bir mobilimiz vardı, zabitimiz vardı. Yəqin hər kəs onu görmüş olar. O ermənilər onu aparıb ayağını kəsmişdilər. İşgəncə vermişdilər. Şükür bugün hərbi xidmətdədir. Elə bir vəziyyətdə o hərbi xidmətdədir, xidmətə davam edir. Amma Azərbaycan ordusunun bizim o gücümüzün nə olduğunu biz hər gün, hər saniyə bir daha bilirdik. Mən o tapşırıq veriləndə tankın içində deyilik, çünki elə bir vəziyyətə düşmüşdük ki, düşman hər bir yerdən bizi hədəf almışdı ki, biz oradan çəkilək, onlar artıq yenidən daxil olsun. Bu da Azərbaycan əskəri üçün mümkünsüz bir şey. Biz öyle bir ki, Laçın koridorundan bizə sarı gələn yolda bunlar raketlərlə vurulmuşdu. Bizim şəhidlərini çıxartmaq. Orada uşaqlarımız yaralandılar və o şəhid olanda axırıncı əslində Daşkəsəndəndir, amma Gəncədə dəfn olub, Gəncə şəhidlər xiyabanında. Müəllim, sonradan bilmişəm ki, müəllimdir. Üzərinə İsrafilov yazılmışdı. Ucamdaydı, mən sahib pambıqla su verdik. Mümkün olmadı. Yəni biz təxrid etdik, amma o haqq dünyasına qovuşdu. İsrafilov deyirdim. Elə oldu ki, sonra müharibədən sonra mən onun ailəsindən tanış oldum, ailəsini getdim, gördüm. Allah onun balalarını qorusun, Allah onun ailəsini qorusun.
Həmən gündən sonra 8-dən 9 gecəsində bizi tam şəkildə düşman hədəf almışdı. Bizim tankları vururdu, biz şu tanka da yaxın getmədik. Vanla deyilən bir şey o qədər şiddətli vurdu ki, bizi artıq bir anlığına bir dəfə gözümü açdım. Gördüm ki, yanımda Qafarov Fariz deyir ki, Ramin narahat olma, Şinov narahat olma, gözüm birən çıxıb. Onda öyle bir şey vanla vuran da gözlərimiz nəsə bir vəziyyətə düşür, heç bilmirəm. Orada güzgü yox, baxasan, özünün halından xəbərin yoxdur. Yaxşı olacaq, hər şey yaxşı olacaq. Bir də vurdular bizim yerimizi. Oradan sonra mən 9-u günü təxliyə etdilər Sığnaq kəndinə, Xocalısının xüsusi təyinatlar maşını ilə getdim. Sığnaq kəndinə artıq bizi apardılar Hadrut'a. Hadrut'a apardıqları yolla düşman yeni bizi vururdu. İçində şəhid var, yaralı var, maşınlarımızı vururdu. Biz bilmirdik ki, yəqin biz bilmirdik yaxın müharibə bitib. Bunlar o Cənab Prezidentimiz sonradan çıxışlarına baxdım deyirdi, hardaydın sən Paşinyan? Harda qol çəkdiyini heç bilmirdik, ağ bayraq necə qaldı. Çünki bizdə 1-2-3 dəfə belə bir şey müharibə zamanında yaranmışdı ki, ağ bayraq qaldırıblar, müharibə bitsin, heç gündən müharibə. Azərbaycan əskərinə demək olardı, deyəm. Mümkünsüz idi, Azərbaycan əskəri son hədəfinə çatmalı idi. Oradan gətirdilər mənə Hadrut'a. Hadrut'da da çox böyük bir Azərbaycan qadınının qürurundan, Azərbaycan qadınının necə deyək, kişiliyi, qadının kişiliyini gördüm. Azərbaycan qadınının qeyrətindən, Azərbaycan qadının nəyə qadir olduğunu gördüm ki, biz Kamazdan düşürdülər, bizim tibbi qızlarımız qanın içindədirlər, özləri paltarda. Bizi qarşılayır, bizi qəbul edirlər. Şəhidlərimizi aralırlar, yaralarını aralır və şirin su içirdirlər ki, immunitetə görə də günlərdir ki, biz dərələrdə, orada, burada şükür olsun bizim təminatımız yüksək səviyyədə, dövlətimiz bizə elə bir təminat vermişdi. Və dövlətimizdən əvvəl bizim analarımızın, bacılarımızın o yemək göndərmələri, onların bizi bir yemək adı var idi, Kənan onu yaxşı bilir. Nə deyirdilər bizə verilən yeməyə? Doldurma, bastırma deyirlər, nə deyirlər belə? Çörək arası. Hə, bizə bir maraqlı bir şey var. Çörək arası varmı? O bizim analarımızdan, bacılarımızdan gəlirdi bizə. Hə, biz onu həmişə gəlirdi. Bizim üçün həm son nöqtəyə kimi gəlirdi. Bir də gördünüz ki, son nöqtədə sneakers var, nə bilim, qazlı şirin sular var, enerjilər var. Bunlar görün, hansı məsafədən hara bunu kim gətirdi? Azərbaycan birliyi. Bu vəhdət idi gətirir. Orada mən gətirəndə bizim qızlar idi. Yedizdirir mən ki, yeməlisən sən, qardaşım, yeməlisən. Bizi artıq təxliyə elədilər Füzuliyə Əhməd Bəyli Hospitalına. Orada Əhməd Bəyli Hospitalında artıq məni göndərdilər Gəncəyə. Gəncədə olduğum zaman artıq məni aparata salanda ki, beynimdə problemlər var idi. Onda orada qışqırtı, hamı qışqırır, müharibə bitib, qələbə bizimdir, budur. Sadəcə olaraq inanmırdım, həqiqətən inanmırdım, mümkünsüz idi. Mən girdim içəri, dedim ki, mən qayıdıram geri. Mən xahiş edirəm. Orada bir sonradan bilmişəm ki, bu bizim Azərbaycanın ən mükəmməl həkimlərindən biridir. Onun rəhbəri Musa doktor olub. İndi hal-hazırda Neftçiləri Banisasının direktorudur. O illərdən sonra biz onunla təsadüfi qarşılaşanda o mənə görə deyir ki, səni mən qarşılamışam. Ərzəni də biz səndən almışdıq. Sən heç kimdən yola getmirdin. Deyirdi, mən qayıdacam. Bizim komandir var, polkovnik Elvin Həsənov. Bu zəng elədi ki, Şirinov, narahat olun, qalmalıcı olun. Müharibə bizimlə gəlir. Dedim, yox, komandir, mən inanmıram. Mən gəlirəm. Gördüm ki, qələbə xəbərini işitmək gözəldir, amma bir anlığına düşünəndə ki, kimlər, axı yoxdur heç kim. Sən istədiklərin budur ki, səndən gedənlərin yarısı yoxdur. Çox yaxşı şey deyildir. Deyim, yox, komandir, qayıdıram geri. İnşallah nə vaxtsa gedib müalicə olaram. Artıq mən geri qayıdıram. Dedi, gəl gözləyirəm. Nə bilim. Mən də bayaq vurğuladım. Bizim ən çətin döyüşlərimiz Füzulinin Qaraxanbəyli istiqamətində olubdu. Yəqin ki, eşitmiş olarsınız, əfsanəvi tabor, rəhmətli kapitan Şirinov Kamilgilin taboru olubdu. İlk Qaraxanbəyliyə daxil olan Alxanlı istiqamətində və biz onlara dəstək kimi getmişik, ayın 27-si. Orada çox həqiqətən ağır döyüşlər keçdi, çox belə deyim də, yəni orada o qədər sürprizlər var idi ki, həm köhnədən, həm təzədən düşmən bütün hər bir yola əl atmışdı ki, biz
Yəni o xətti keçə bilməyək. Amma bizim yenə deyirəm, əfsanəvi taborun canavarları artıq biz ora gələndə oranı artıq darmadağın eləmişdi və biz onlara qoşulduq. Onlarla bərabər Füzulinin Qaraxanbəyli istiqamətində döyüşdük. Rəhmətli kapitan Şirinov Kamil rəhmətə getdi orada. Onların tabur komandiri var idi. Nizami, polkovnik Nizami hal-hazırda da ehtiyatdadır. Onun özü də orada ağır yaralandı. Rəhmətli Qəzənfər var idi. Yəni adı həqiqətən dastanlara yazılmış bir oğlandı. Bizim bugünkü gündə Qaraxanbəylidən çıxan qazilərimizin, yəni demək olar ki, 90%-i Qəzənfərin sayəsində sağ qalıbdır. Çünki həqiqətən Qəzənfər o motosikl deyirlər, onlarda var. Yəni onunla o ərazilərdə, şumluq ərazidə, minalı ərazidə elə bir, yəni belə deyim də, şücaətlər göstərirdi ki, yəni vura bilmirdilər adamı. Yəni heç cür vura bilmirdilər. Yəni elə bir qəhrəmanlar var idi orada. Mənim bölük komandirim var idi. Yəni bugünkü gündə mənim burada oturub sizinlə söhbət eləməyimin səbəbkarı məsəl üçün sırf mənim bölük komandirimdir. İlqar müəllimdir. Yəni yenə deyirəm, mən onun familiyasını çəkmirəm. Çünki biz peşəkar hərbiçi olaraq müəyyən məxfiçilikləri qoruyub saxlamalıyıq. Hal-hazırda yəni xidmətdədir mənim bölük komandirim. Yəni onun da göstərdiyi, belə deyim də, səylər, onun göstərdiyi, düzgün verdiyi qərarlara görə bugünkü gündə biz buradayıq. Düzdür, yaralandıq, itkimiz az oldu, yaralımız çox olsa da itkimiz az oldu və lazımı olan şeylərə nail olduq. Yəni bugünkü gündə o Qarabağın alınmağında zərrə qədər payımız varsa, yəni nə gözəldir. Orada həqiqətən çox ağır döyüşlər getdim. Elbrus var idi, belə qandan rəhmətlik. Biz orada ağır bir puskuya düşmüşdük. O gəldi bizə köməyə, dəstəyə gəldi. O bizi puskudan çıxartdı, amma öz orada şəhid oldu. Yəni bizim elə qəhrəmanlarımız var idi. Bizim tabur komandirimiz idi, Rəşad müəllim, ondan sonra o da hal-hazırda xidmətdədir. Bayraq ordenli tabur komandirimiz olubdu. Bayraq ordeni veriblər. Ondan sonra bizim zam komandirimiz olubdu. Orada həqiqətən çox şücaətlər göstərdi. Yaralandı, çıxdı, təzədən çıxmırdı əslində. Biz yəni orada çox ona təkliflər oldu ki, yəni sən çıxmalısan da, ən azından çıx, yarağı göstər. Çıxıb təzədən qayıtdı, gəldi. Yəni bir daha yaralandı. Qarabağ ordenli bizim zam komandirimiz olubdu. Emin müəllim. Yəni siz necədir? Orada çox qəhrəmanlar var. Həqiqətən bu müharibədə bizim Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Amma heç kim hal-hazırda xidmətdə olan qəhrəmanlardan danışmır. Yəni bugünkü gündə Azərbaycan ordusunda həqiqətən əziyyətli, zəhmətli, belə deyim də, olan oğlanlar var ki, hal-hazırda xidmətdədirlər. Qarabağ ordenli, Bayraq ordenli oğlanlar var ki, yəni həqiqətən çox böyük qəhrəmanlıqlar göstəriblər, amma onların adı bugünkü gündə heç bir yerdə çəkilmir. Çünki o məxfiçilikdir, onları yəni, qorumaq lazım. Yəni o məxfiçiliyi qoruyub saxlamaq üçün yəni onların adı heç bir yerdə çəkilmir. Amma həqiqətən yəni sırf görünən üzlər bizik, amma görünməyən qəhrəmanlarımız bizim həqiqətən çoxdur. Yəni Azərbaycan ordusunun oğulları var ki, bugünkü gündə bəli, ən çox üstünlük də ona görə onların hal-hazırda xidmətdə olmağı, yəni bizim dövlətimiz üçün, ordumuz üçün daha da gözəldir. Çünki artıq onlar müharibədə qəhrəmanlıq göstərmiş insanlardır və bugünkü gündə ora gələn bizim əsgərlərimizi, təzə gəlmiş kadrlarımızı daha da gözəl yetişdirəcəklər, daha da gözəl, belə deyim də, başa salacaqlar. Çünki onlar artıq o döyüş yolunu çox həqiqətən şücaətli keçiblər, çox əziyyətləri, zəhmətləri olubdur. Mən yenə deyirəm, döyüş ağır idi, yenə deyirəm, amma bizim üçün illərdir bizim gözlədiyimiz bu idi. Yəni neçə illər idi biz gözləyirdik ki, aprel döyüşlərində inanın ki, o düzdür, çox az bir müddət oldu. Yəni aprel döyüşlərində döyüşün dayanmağı bizə çox pis təsir elədi. Amma Cənab Ali Baş Komandanımız İlham Əliyev dediyi sözə mən vurğulamaq istəyirəm ki, o deyir ki, nəyin nə vaxt olacağını mən çox gözəl bilirəm. Yəni biz artıq 2020-ci ildə gördük ki, həqiqətən də nəyin nə vaxt olacağını həqiqətən çox gözəl bilir. Allah ulu öndərimizə rəhmət eləsin. Ulu öndərimizin qurduğu, yaratdığı, belə deyək də, çizdiyi yolu övladı həqiqətən gətirdi, başa çatırdı və Azərbaycan xalqı artıq, belə deyim də, öz torpaqlarında rahat, firavan yaşaya bilir,
bugünkü gündə bayram keçirilə bilir və 8 noyabrı ən əsas da bilirsiniz, cənab prezident vurğuladı ki, 8 noyabr Azərbaycanda artıq zəfər günü kimi qeyd olunacaqdır və artıq yenə deyirəm 5-ci ildir. Bu 5-ci ildəki özünüz görürsünüz ki, xüsusiyyətlə ümumiyyətlə 5 illiyə görə vəbşə də Azərbaycanda bugünkü gündə çox güclü bir əhval-ruhiyyə var 8 noyabra görə. Yenə deyirəm, biz bunların hər birini borcluyuq şəhidlərimizə, onları böyüdən analara, atalara. Biz şəhid valideynlərinin qarşısında baş əyirik. Allah onların yenə də övladlarına qəni-qəni rəhmət eləsin. Şəhidlərimizin evli olanların balalarına uzun ömür, can sağlığı versin. Çünki bugünkü gündə bu zəfəri Azərbaycana yaşadan onlar oldu. Bəs müharibə zamanı bunu unuda bilmədiyiniz anlardan danışa bilərsinizmi? Müharibənin bütün anlar unudulmur. Unudulası heç bir şey yoxdur. Orada elə bir maraqlı məqamlar var ki, biraz gülməli olub. Elə məqamlar var ki, çox kədərli olub. Bir gün bayramdır, biz kədərləri danışmayacağım. Çünki kədərlər biz ailələrimizin olan dialoqda olub. Onlar bir gün bayram üçün danışırıq. Maraqlı da olan olub ki, biz Hadrutda oturanda hər kəs Hadrutda idi. Bizim Azərbaycan övladları ilə bizim necə münasibətimiz olub, arxa cəbhə ilə ön cəbhə haqqında danışım sizə. Demək, hər kəs pasilka gəlib, hər kəsə bir pasilka götürür, başlayır, içini baxırlar, eləyirlər, hər şey göndərir. Hər kəsin də içində bir məktub çıxır. Və məktubun, görürəm, hamı məktubu oxuyur, kimisi kövrəlir, kimisi ağlayır. Dünya dağılır, amma biz bununla məşğuluq. Mən də götürdüm, dedim, verin birini də mən baxım. Baxdım, bir dənə məktub götürdüm. Yazdı ki, salam əskərəm, mən bilirəm sən nə çəkirsən. Mən o məktubu axırına oxuyanda bir də özümə baxdım ki, özüm gözlərimdən su gedir. Ki, 1-ci A sinif şagirdi, 123 nömrəli məktəbdən göndəribdi. 1-ci A sinif şagirdi. Deyir, bilirik ki, siz bizim rahatsızlığımız üçün, siz bizim üçün döyüşürsünüz. Mənim deyir, atam deyir ki, oradakı əskərləmlər bizim üçün yaşayır, bizi qorumaq üçündür. Mən bilirəm, sizin qalib gələcəksiniz. Mən demirəm sizin halınız necədir. O qədər gözəl yazıb. Özdə biri var ki, bunu kompüterdə çıxarasın, biri var əl yazısını yazasın, biri var uşağın dilindən çıxanlar oxuyasın. Sadəcə olaraq başımı qaldım ki, hamı mənim günümdədir. Həm gülürəm, həm sevinirəm. Bir dənə sadəcə biri, Allah özüm tutmayayım, Allah. Sən mənə, əgər şəhid olsam, oğlum mən böyükdür, Allah bütün balaları saxlasın. Oğlum hər gün ona nəsə çəkirdim, atırdım, nəsə bir şey edirdim ki, yəni qürurla olsun, heç kim bilməyəm, biz çünki müharibəyə gedən heç kim düşünməmiş geri qayıdacaq. Bu mümkünsüz idi. Elə adam, ağılsız adam olardı ki, geri qayıtma haqqında düşünərdi. Göndərdim, dedim ki, sənin bir üstümdə bir şey olacaq, onu göndərəcəm sənə. O uşağı taparsan, mən olmasam. Olsam da inşallah özüm gəlib taparam. Elə uzun müddət keçdi. Mən Papanik hospitalda müalicə gəlmişdim komissiyadan keçməyə. Birdən əlim üstümü elə bir axtarıb, baxdım ki, üstümdə nəsə var. Çıxartdım, baxdım ki, ayda birdən yadıma düşdü. Komissiya yadımdan çıxdı. Düşdüm internetdə bu məktəbi axtardım, tapdım. Məktəbin direktoruna zəng elədim. İnanın ki, o qədər sevinirdim, bizi nətərsə. O uşaqdan əlavə bizi necə gözlədiklərini sevinirdim. Bizi tanımaya. Azərbaycan əskəri haqqında millətimizin bir vəhdət olmayan, onsuz da bir görürdük də. Bu qədər sıxlıq, bu qədər istiqanlılıq. Ağlayır müəllimə ki, siz nə danışırsınız? Bizim məktub sizə çatır. Deyirəm, sizin hər şeyiniz çatır bizə. Biz görüşməliyik. Mən amma uşağa deməyin mən görüşməyimi. Dedilər, yaxşı. Hər şeyi atdım. Getdim bir uşağa elə bir getdim hədiyyə, özüm üçün bir kukla aldım ki, sən də dünyada ən çox sevdiyi bir hədiyyə var, o da oymuş. Onu da Allah mənə elə bir ki, dərk edib ki, bunu almış. Getdim o uşaqla görüşdüm, biz yarım saat o uşaqla mən ağladım ikimiz. O uşaq mənim qəhrəmanımdır. Həmən gündən sonra baxdım, o uşaq şeirlər deyir. O uşaqla o qədər gözəl, o uşaqın həyat baxışı başqadır. Dünyanı başqa cürə görür artıq. O uşaq hər zaman üstünə bayraq şəkili, bayraq olmalıdır. Biz nətər böyüdürük, biz necə böyüdük. Düzdür, Allah bizim balalarımıza, Allah bizdən gələn sonra gələn uşaqlara göstərməsin. Mən elə yerdə böyümüşəm ki, mənim uşaqlarım olmayıb. Mən müharibə bölgəsində böyümüşəm, 92, 93, 94-də atam müharibədə olub. Mənim vaxtı 10 yaşım olub, əmlərim müharibədə olub. Mənim 10 yaşım olub. Mən heç kimi öz yaşadığım uşaqlığı arzu etmirəm. Heç kimi istəmirəm. Mən onu ömrü boyu arzulam. Heç zaman. Düşmanı da arzulamıram. Düşman artıq öz yolunu tapıb gəlib həmrəy olmaq lazımdır, bir olmaq lazımdır. Niyə müharibə olsun ki? Dünyada sülh yaranır.
Dünyanı birləşdirmək lazımdır. Dünyamız bir olmalıdır. İnsan niyə öldürməlidir ki? Torpağa mı görə, bir parça torpağa mı görə? Axı torpağın üstündə hamı yaşayır, sonunda torpağa qərq oluruq. Bunu bizim prezident öz siyasəti ilə düşman tərəfi tam şəkildə oturtdurdu və sübut etdi ki, olmaz. Zamanında bizim prezidentimiz neçə dəfə demişdi, əgər düşman əskəri istəmirsə, ölsün, çəkilsin bizim torpağımızdan, bizi məcbur etməsin. Bugünkü gündə bizə nə lazımdır? Mən döyüşçüyəm, mən müharibə iştirakçıyam. O demək deyil ki, mən müharibə istəyirəm. Xeyr, biz sülh istəyirik, biz əmin-amanlıq istəyirik. Biz istəyirik bizim balalarımız rahat yaşasın. Biz istəyirik ki, bizim balalarımız xoşbəxt olsun. Bizim məqsədimiz budur. Biz inanırıq da, ən sonuncu prezidentimizin bir gün bundan qabaq Elmlər Akademiyasının çıxışını tam dinlədim. Orada bir gözəl yeni mesaj verdi. Dedi 2-3 ay ərzində o qədər gözəl şeylər eşidəcək ki, o qədər gözəl xəbərlər olacaq. Bu bilsiniz nə idi? Bu bir prezidentin dilindən çıxan bir günü, prezident var ki, sabahsı günü deyə bilməz. Görün bizim prezident nələri düşünür, nələridir Azərbaycan üçün. Biz bunun yanında olmalıyıq, biz bir olmalıyıq. Bizim Azərbaycan nümayəndələri bu yaxınlarda Azərbaycan ilk samolyotu Ermənistana eniş etdi. Bu bilsiniz nə idi? 32 ildən sonra Azərbaycan samolyotu Azərbaycan Ermənistan aeroportuna eniş etdi və ürəklə də düşdülər, getdilər, söhbət etdilər. Bu bizə lazım. O bilsiniz nə idi? Bu bizim hümanistliyimiz, bu bizim əsl millətçimiz, bu bizim sülh istəməyimiz, bu bizim düşmançılıq etməmək istəməyimiz. Bu bizim əsl Azərbaycanlı olmamızı sübut etdik biz bütün dünyaya. Biz nə üçün yaşayırıq həyatda? Yaşayırıq ki, yaşatmaq üçün. Yaşamırıq kimsə öldürmək üçün. Biz hər kəsi yaşadırıq. Allah bizə güc qüvvət versin. Bizim dövlət başçımızı, dövlət üçün əksik etməsin. Onun xanımına güc qüvvət versin ki, mənim üçün onları o qədər çox istəyirəm ki, niyə? O cənab prezident hər addım atır, o hərbi forman geyindi, onunla var, Mehriban xanımla var, addım atır. Minalanmış ərazi təmizləməmiş bu adam oralara getdi. Bu bilsiniz, bu başqa bir şey. Gəlin hesablayın, görün bir ildə prezident bir ayda neçə dəfə Qarabağda olur. Nə qədər olur? Niyə? Çünki ora dirçəlməlidir. O dedi, biz dirçəldəcəyik hər yeri. Prezident öz dövlətinə, öz xalqına güvənib inanmasa, öz iradəsinə və öz siyasətinə bu necə vaxt etməzdir? Allah Azərbaycan xalqını qorusun. Və bir dənə şey demək istəyirəm, Rami müəllimin sözünə qüvvət vermək istəyirəm. Bilirsiniz də, yəqin ayın 4-də yəni bizim cənab prezident nə boyda humanistlik elədi, bir daha erməniyə. Yəni 100 tondan artıq taxılın Azərbaycan üstündən Ermənistana keçməyinə şərait yaratdı. Dedi ki, yəni biz sizin bütün yüklərinizi keçirdəcəyik. Yəni bu deməkdir ki, yəni düşmənə də mesaj verir ki, bizim sizlə işimiz, əgər siz bizə dəyməsəniz, bizim sizlə işimiz yoxdur. Yəni, bizim heç kimin torpağında gözümüz yoxdur. Bizim torpağımızda heç kimin gözü olmasın. Bizə heç kimin heç nəyinə ehtiyacımız yoxdur. Şükür Allah, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub və o gün bir daha dedi ki, biz artıq inşallah bu yaxın müddətdə Zəngəzura tanklar üstündə yox, öz avtomobillərimizlə gedəcəyik. Bu da yəni bir daha bizim xalqımıza, millətimizə mesajdır ki, hər şey yolundadır, hər şey qaydasındadır. Mən onu da vurğulamaq istəyirəm ki, bilirsiniz, müharibə yaddan çıxmır. Müharibənin hər dəqiqəsi, hər saniyəsi yadda qalan bir şeydir. Amma bizim bütün inanın ki, döyüşçülərimiz hamısı müharibəyə gülə-gülə getdi. Yəni bu günü həqiqətən səbirsizliklə gözləyən oğlanlar var idi. Bu günü səbirsizliklə. Bizim Rami müəllim dediyi kimi, mən özümün dəslim Ağdamlıdır, Ağdam Nəfət kəndindənim. Amma Bilərzəbədə doğulub böyümüşəm. Bizim kəndimiz erməni ilə, belə deyim də, çox yaxın bir məsafədə olmuş bir kənddir. Yəni bizim dayıcı qəbirstanlıqda, belə deyim də, dəfn zamanı onlar atdığı güllələr gəlib bizim insanların böhründən keçirdi. Elə bir yaxın məsafədir. Yəni biz, yenə deyirəm, baxmayaraq, onların bizə elədiklərinə baxmayaraq, biz həqiqətən bizim dövlətimiz ermənilərə qarşı çox böyük humanistlik elədi və bugünkü gündə də eləməyə davam edir. Yəni bilirsiniz necədir? Azərbaycanla düşmən olma. Olarsansa da məğlub olarsan. Yəni axırı gözü. Sonda məğlub olarsan da, bu başqa cürə yol yox. Azərbaycanın həqiqətən qüdrətli ordusu var. Çox belə deyim, gözəl ali baş komandanı var. Bugünkü gündə dünya liderləri tanıyırıq ki, hansı ki, hegemon dövlətlərin başçıları var ki, bizim cənab prezidentdən məsləhət alır, nəyi necə eləyə bilərik. Yəni bu bizim üçün həqiqətən qürur vericidir. Torpaqlarımızın düşmən tapdağından tam azad olunma xəbərini eşidən zaman hansı hissləri keçirdiniz? Torpaqlarımızın işğaldan azad olunma. Biz həmən zaman sonuncu bayraq Xankəndinə taxılanda, orada bir söz dedi, cənab prezident dedi, mən öz ata-babamın məzarını ziyarət edəndə bu söz demişdim.
Siz bir dənə bir tədbirdə Ulu Öndər Heydər Əliyev çıxış edir, deyir, mən vaxt olacaq bu Novruz bayramını Şuşada qeyd edəcəm, vaxt olacaq Kəlbəcərdə qeyd edəcəm. Bu yax Kənan dediyi kimi bu senari yazılmış. Bu qüvvə idi, bu güc idi. Hamı deyirdi, nə oldu, niyə alınmadı Qarabağ, niyə alınmadı? Heç kim başa düşmürdü ki, bizim maddi bazamız güclü olmalı, bizim texniki bazamız güclü olmalı, bizim rabitəmiz güclü olmalı. Biz kosmosa niyə göndərmişdik 2 dənə kosmos? O kosmos olmasa bizim dronlar necə görəcəkdi ərazini? Onu işlənən beyin, işlənən qüvvə lazım idi. Buna iradə lazım idi, səbr etmək. Bizim səbrimiz var. Allah bizi kimdən qorusun? Daxili düşmənlərimizdən ki, o kök atmışdılar, onlar başa düşmür. Biz niyə çıxır o daxili düşmənlər artıq ortaya? Biz sıxlaşırıq, biz doğmalaşırıq, biz birləşdikcə artıq ağac kök atanda görürsən artıq hər bir şey qırağa çıxır. Çör-çöp qırağa çıxır. Artıq bu çör-çöplər də qırağa çıxır. Ailə tamamlanır. Azərbaycanı tamamlamağı. Biz müharibədə bir şeydə gördük ki, əsl dostumuzu, Azərbaycanın əsl dost qardaş dövlətini gördük. Bizi həqiqətən istəyən dövləti gördük. Dildə yox. Bizə canım Azərbaycan, yanındayam deyib və həqiqətən yanımızda olan dövlətləri gördük. Bizə baş qaldıran dövlətlər var idi ki, onları susturan dövlətləri gördük. Bu bizim gücümüzdür. Bu bizim dövlətimizin başçısının siyasətidir. Bu dövlət başçısının və onun olan necə deyirlər, nüfuzudur. Ən böyük nüfuzudur. Onun iradəsidir. Biz bunu yaşadıq və gördük. Bundan sonra nə ola bilər ki? Bundan sonra bütün sənədlərimiz yerinə çəkiləcək. Bizim cənab prezident yol da verəcək bizdən ora. Qaz da gedəcək, işıq da gedəcək, hər şey gedəcək. Sadəcə biz itirdiklərimizi geri qaytara bilmərik. Biz heç vaxt düşmanla deyə bilmərik ki, sən düz etmirsən. Biz şəhid vermişik. Biz 30 mindən yuxarı şəhidimiz var bizim. Bizim 4 mindən yuxarı itkinimizi indi biz hər həftə biz onları dəfn edirik. Bunları yaddan çıxarta bilmərik biz. Biz heç zaman bunları da yaddan çıxartmayacaq. Biz hər kəsdən, mehriban hər kəsdən. Amma toxunma bizə toxunma. Bizlə mehriban ol, yaşayacaqsan. Bizlə mehriban olmasaq heç kim. Bizə hər zaman irad tuturdular ki, 30 ildə torpaqlarınız gedib, heç kim başa düşmürdü, biz hazırlanırıq. Bizim hərbi məktəblərimiz, akademiyalarımız, bizim zabitlərimiz, bizim xüsusi təyinatlarımız hazırlanır. Bizim xüsusi təyinatlarımız dünyada sıradan bir göstərilən, barmaqla göstərilən xüsusi təyinatlardır. Bizim generallarımız müharibə zamanı səngər generallar idi. Bizim generallarımız kabinetdə oturub idarə etmirdi. Səngərdə bizlə barbar idilər. Bunlar bilsiz nə demək? Bunlar Azərbaycanın tövləyi, Azərbaycanın bir iradəsi, Azərbaycanın vəhdəti idi. Biz güvənirdik. Həqiqətən Cənab Ali Baş Komandanımıza, ordumuza güvənirdik və bilirdik ki, bizim torpaqlarımız axıra kimi gediləcək və işğaldan azad olunacaq. Çünki artıq gedişat bunu göstərirdi tamamilə. Sadəcə olaraq bu tezliklə olacağını gözləmirdik. Yəni açığı, çünki biz dədələrimizdən, babalarımızdan eşitdiyimiz oydu ki, illərlə müharibə gedib. Elə bizim dədə babalarımız var ki, 3 illərlə, 4 illərlə müharibədə döyüşmüşdü. Yəni bunun 44 günə olacağını həqiqətən bu bizim yenə deyirəm, nə ki bizim üçün, bütün dünya üçün bu gözlənilməz bir şey oldu ki, yəni 44 gün ərzində Azərbaycan torpaqlarını işğaldan azad elədi və bütün işğaldan azad elədiyi torpaqlarda Azərbaycan bayrağını dalğalandırdı. Yəni bunun sevincinin həddi hüdudu yoxdur həqiqətən. Yəni bunun üçün yenə deyirəm, biz bir daha Cənab Ali Baş Komandanımıza başda olmaqla bütün Azərbaycan ordusuna, şəhid valideynlərinə təşəkkür edirik. Yəni onların sayəsində biz artıq yenə deyirəm, bütün dünya qarşısında başı dik gəzə bilirik. Artıq ermənilər başqa ölkələrdə bizim belə deyim də Azərbaycan vətəndaşlarını görəndə başlarına aşağı. Əvvəl elə deyil idi. Yəni Rami müəllimlə biz bir yerdə olduq bu yaxınlarda. Orada belə deyim də Rusiyada yaşayan Azərbaycanlarımızın biz qonaq sağlamışıq. Onlarla ondan sonra bir başqa tədbir vardı. Orada da olduq. Orada bizim professorlarımız da var idi. Yəni onların dilindən eşitdik ki, biz onların özlərinin dediyini deyirəm sizə ki, biz Gürcüstanda tədbirdə olanda ermənilər bizi görəndə gülürdülər. Amma bu yaxınlarda bir başqa ölkədə yığılmışdılar və orada artıq ermənilər bunları görəndə başa salıb aşağı gedirdilər. Çünki niyə? Onlar elə bilirdilər ki, Azərbaycan əvvəlki Azərbaycandır. Onlar bilmirdilər ki, cənab Ulu Öndərimiz
elə bir siyasət qurub, elə bir yol çizib, elə bir belə deyim də struktur qurmuşdu, elə bir övlad yetişdirmişdi ki, və bilirdi ki, bugünkü gündə yenə deyirəm, Azərbaycanın bütün torpaqları işğaldan azad olunacaq və orada Azərbaycan bayrağı dalğalanacaqdır. Son olaraq gənc nəsilə nə demək istərdiniz? Can, Gənc nəsilə, bizim gənc nəsilə demək istədiyimiz odur ki, bilirsiniz, Azərbaycanın bütün bölgələrində şəhidlər xiyabanımız var. Ən birinci, onlar bu torpağın üstündə gəzdikləri, torpağın üstündə boşlu olduqları şəhidlərimizi ziyarət eləsinlər. Yəni, tək bayramlarda yox, tək məsəl üçün məktəb tədbirlərində, institut tədbirlərində yox. Ürəkləri istəyən vaxtda, necə ki, çıxıb parkda gəzə bilirlər, oturub hansısa bir kafedə çay içə bilirlər. Ürəklərində o sevgi, məhəbbət olsun ki, onlar daimi bizim şəhidlərimizi yad eləsin ki, bu bizim şəhidlərimiz ömür boyu unudulmasın. Çünki şəhidimizi unutmasaq, bizim, yenə deyirəm, ömür boyu bir daha başımıza bu işlər gələ bilməz. Bir daha biz gələcəkdə bu işlərlə rastlaşmayacağıq. Yəni, bizim gənclərdən ən çox istədiyimiz birinci budur. İkinci də odur ki, fərqi yoxdur. İstər hərbiçi olsun, istər bankda işləsin, istər hansı peşədə olur olsun. Öz peşəsini o qədər gözəl bilməlidir ki, yəni, yenə deyirəm, Azərbaycan üçün, Azərbaycanın gələcəyi üçün onlar çox, belə deyim də, savadlı olmalıdırlar. Çünki bizim bu əziyyətlə qoruduğumuz, saxladığımız şəhidlərimizin qanı canı bahasına olan Cənab Ali Baş Komandanımızın bu cür siyasətlə aldığı torpaqları onlar bir ömür boyu qoruyub saxlamağı bacarmalıdırlar. Əsas bir söz nə deyim? Bütün gənclərə onu deyirəm ki, vətənpərvər olmaq üçün hərbi forma geyməyə ehtiyac yoxdur. Vətənpərvər olmaq üçün vətəni sevmək lazımdır. Öz peşəni sevməlisən, xalqını sevməlisən. Gələcəkdə əskəriyyət olan qardaşlarıma demək istəyirəm ki, balaca qardaşlarıma, unutmasınlar ki, gələcəkdə gedib qoruyacaqları, xidmət edəcək torpaqlar şəhid qanından alınıb. Qanla alınıb. Onları bir əskər borcuydu ki, hər kəs gedib 1 il 6 ay xidmət edəcək. O, onu 1 il 6 ay düşünməsin. O düşünsün ki, mən dədə-babalarımın yüzillərlə, əsrlərlə, 1905-ci ildən bura bizim başımıza hər iş gəlib. O torpaqları indiyənə qədər 200 illər belə heç kim alamayıb. Onu qoruyub gedən oğullar var. Necə ki, biz 1-ci Qarabağın Ohanyan səddindən Qarabağa girəndə ki, bizim şəhidlərin ruhunu diriltdik. Bizim orada qalan məzarları diriltdik. Yenidən şəhidlərimiz doğuldu. Anadan oldu təzədən. Onu etdiksə, onların da borcu gələcəkdir. Onları ümumi Azərbaycan qorumaqdır. Ümumi milləti qorumaqdır. Hər kəs öz işində bir vətənpərvər tutmalıdır. Tətiyə ehtiyac yoxdur. Hərbiçinin hərbiçi yolu var, həkimin həkim yolu var. Əsas budur ki, dünyada bir dənə mesaj vermişik ki, o brendi qorumalıdırlar. Azərbaycan gəncliyi, gələcəyi, dünyada bir brend yaratmışıq, Azərbaycan əskəri. O brenddir, Azərbaycan əskəri dünyada brend. O brendi qorumalıdırlar. Sizə təşəkkür edirəm. Minnətdaram bu vətənpərvər olmağınıza. Bax, bu da sizin bir vətənpərvər olmağınızdır. Bu da sizin bir missiyanızdır ki, onu layiqincə yerinə yetirirsiniz. Dərin təşəkkür edirəm bütün Azərbaycan xalqına. Bayram münasibətilə təbrik edirəm. Allah bizə bu bayramdan gözəl nə bayram qismət edə bilər ki? Biz də sizə təşəkkür edirik həm gəldiyiniz üçün, həm müharibə iştirakçısınız. Təşəkkür edirik torpaqlarımızın azad olunmasına iştirak etmisiniz. Çox sağ olun. Var olun. Sağ olun.